Hə. Deməli, inzibati ərazi quruluşuna görə ölkələr unitar və federativ ölkələrə ayrılır. Braziliya unitardır, federativ. İtaliya. Ay sağ olun. Yaxşı, Belçika. Tamamilə doğrudur. Belçika Federativ Respublikadır. Mən qeydlər qrupunda bəzi qeydlər paylaşmışdım. Monarxiyalarda dövlətin başçılarının adları, ölkəni idarə edən şəxslər. Norveçdə, İsveçdə, Danimarkada necə sayılırdı? Diqqətli olun. Söhbət bəli. Nədən gedir? Kraldan gedir. Bəs yeganə hersoqluq hansı ölkə? Yo, orada mən qeyd elədim axı, Liechtenstein səhv idi. Lüksemburg. Yadda saxlayın, Lüksemburg hersoqluğu. Hətta buna Polat hersoqluğu da deyirlər. Yaxşı, dünyada yeganə imperatorluq? Tamamilə doğrudur. Malayziyada, Omanda, Bruneydə? Malayziyada, Omanda, Bruneydə bəs? Bom, bəli. Sultanlıq. Andorra, Liechtenstein, Monaco'da? Bəli, knyazlıq, İlkanə müəllimə, krallıq yox. Deyin görək, yoldaşlar, inzibati ərazi quruluşuna görə unitar federativi dedik. Unitar ölkələrin sayı çoxdur, federativ ölkələrin sayı çoxdur. Unitar ölkələrin sayı çoxdur, bəli. Federativlər azdır. Amerika qitəsində müstəqilliyini gec əldə edən iki ölkə. Amerika qitəsində müstəqilliyini gec əldə edən iki ölkə. Söhbət hansı iki ölkədən gedir? Söhbət gedir hansı iki ölkədən? Braziliya və Çilidən. Yuxarıda da qeyd eləmişdilər Gülnar Paşayeva. Bir də Şükrə müəlliməmiz. Niyə müəllim? Necə? Niyə? Vəbşə elə gedir də, müstəqilliyini gec əldə edən iki ölkə. Braziliya ilə Çilidir, Afrikadan da Misir ilə Nigerdir. Müstəqilliyini gec əldə edən ölkə. Afrikada bilirik, oxuyuruq Afrikada, amma Amerika xəçərdə yazılmayıb. Yazılıb müəllimə, dərslikdə də yazılıb, nəzəriyyə kitablarında da var. Yaxşı, getdik buradan. Amerika qitəsində olan federativ ölkələr. Bir mesajda zəhmət olmasa. Amerika qitəsində olan federativ ölkələr. Bəli, ABŞ-dır, Kanadadır, Meksikadır, Venezueladır, Braziliyadır, Argentinadır. Bir də St. Kitts və Nevis var. St. Kitts və Nevis. Yaxşı mı? Yaxşı, həmkarlar.
Deyin görək. Federativ monarxiyalar hansılardır? Federativ monarxiyalar hansılardır? Baxmayaraq ki, İspaniyanın adı indi federativdən çıxıb, amma hələ ki biz onu götürürük. Federativ monarxiyalar hansılardır? İspaniya ilə Belçika Avropadan, Birləşmiş Ərəb Əmirlikləri ilə Malayziyada olacaq, Asiyadan. Müəllim, üzürlü sayın. O Braziliya ilə hansı ölkələrin dediniz ən gec müstəqillik əldə etdik? Çili ilə hansı? Braziliya, Çili. O Amid müəllimgilin, mən Amid müəllimlə istifadə edirəm. Rastıma çıxmayıb belə. Var müəllimə, bu dəqiqə səhifə 224-də var. 2024 yeni nəşr kitabda var. Ataram mən qrupa baxarsınız, yaxşı? Onun zəhmət olmaqda atarsınız da. Mən... Afrikada federativ ölkələrin adını yazaq. Car Tanzaniyanı qeyd eləməyin. Afrikada federativ ölkələr. Afrikada normalda federativ ölkələr Nigeriya, Sudan, Cənubi Sudan, Somali, Efiopiya, Car, Tanzaniya, Komor adalarıdır. Carla Tanzaniya federativdən çıxdığına görə onların adı qeyd olunmur. Yeganə konfederativ ölkə hansıdır? Səsi bağlayaq. Yeganə konfederativ ölkə hansıdır? İsveçrə. Din qanunları ilə idarə olunan teokratik monarxiya hansıdır? Din qanunları ilə idarə olunan teokratik monarxiya. Vatikan və Səudiyyə Ərəbistan. Yaxşı, səsi bağlayın Şahnaz müəllimə. Deyin görək. Gəldik monarxiya ölkələri. Şimali Avropada konstitusiyalı monarxiya ölkələri hansılardır? Qısa hərflərlə yazın, 3 hərflə. Afərin. Din, yəni Danimarka, İsveç, Norveç. Orta Avropada federativ ölkələr hansılardır? Yox. İlahi müəllimə, Belçika, Şimali Avropa deyil axı. Niderland falan yox. Danimarka, İsveç, Norveç. Orta Avropada, ay sağ olun. BBB, Nelux, Belçika, Britaniya, Niderland, Lüksemburg, Liechtenstein. Tamamilə doğrudur. Cənubi Avropada hansılardır? Ay sağ olun. Cənubi Avropada AMI. Andorra, Monaco, İspaniya. Bəs Cənub-Şərqi Asiyada hansılardır? Ölkələrin adını yazın zəhmət olmasa.
Ay, sağ olun. Qəşəng parollarla, super. Tayland, Malayziya, Kamboca. Super. Bəs Cənubi Asiyadakı yeganə? Qəşəng. Aha. Bəs Şərqi Asiyadakı yeganə? Qəşəng. Bəs Cənub-Qərbi Asiyadakı bağlayıcı? Yəni 2 deyəndə hansı ölkələr? Küveyt, İordaniya. Bəs Şərqi Asiyada olanlar, üzr istəyirəm, Afrikada. Kısaca necə? Nə demişdim kısaca? Şərqi Asiyada kısaca. Salam. Svazilend, Lesoto, Mərakeş sığlığı mı? Salam sözünün qısa formatı. Keçdik təkrardan. Dünyanın siyasi xəritəsində qalan 5 sosialist dövlət adlarını yazın. Bir mesajda yazın zəhmət olmasa. Koreya yazanda diqqətli olun, Koreya çoxdur. Aha. Çindir, Kubadır, Vietnamdır, Xıdırdır, Koreya Xalq Demokratik Respublikası və yaxud da ki Şimali Koreyadır, bir də Laosdur. Yaxşı. Çexoslovakiya 1993-cü ildə hansı ölkələrə parçalandı? Düzdür, Çexiya və Slovakiya. Bəs Yugoslaviya 1991-ci ildə hansı ölkələrə parçalandı? İnşallah. Aha. Yugoslaviya 1991-ci ildə hansı ölkələrə parçalandı? Yugoslaviya 1991-ci ildə parçalandı. Serbiya yazırlar yoldaşlar, aha. Serbiya, Xorvatiya, Sloveniya, Makedoniya, Montenegro və ya Çernogoriya, əhsən, hamı düz yazıb. Bosniya və Hersegovina. 2011-ci ildə Afrikada hansı dəyişiklik baş verdi? Kəmiyyət dəyişikliyi. ...2011-ci ildə Afrikada dünyanın siyasi xəritəsində baş verən dəyişiklik. Bəli, Cənubi Sudan, Sudanın tərkibindən ayrıldı. Yaxşı, dünyanın siyasi xəritəsinin formalaşma mərhələsindən ən yeni dövrün hansı mərhələsində Almaniya bölündü, 2-ci Dünya müharibəsi, sosializm sisteminin yaranması. 1-ci, 2-ci, 3-cü yoxsa 4-cüdə? Ay, sağ olun. 2-cidə 40-50-ci illərdən 60-cı illərə qədər olan. Yaxşı, hansı mərhələdə SSR və Qərb ölkələri arasında sürətli silahlanma və soyuq müharibə siyasəti? Bəli. Bu müharibədə Rusiya ilə ABŞ müharibədə iştirak etməsə də
qıraqdan dəstək göstərməsi müharibəni necə adlandırırdı? Tamamilə doğrudur. Tamamilə doğrudur. Ən yeni dövrün neçənci mərhələsində Rusiyada Oktyabr inqilabı 1-ci Dünya müharibəsi? Tamamilə doğrudur. Tamamilə doğrudur. Yaxşı, deyin görək. Dünya siyasi xəritəsinin formalaşma mərhələsindən hansı mərhələdə quldar dövlətləri hökmranlıq etmişdir? Ad yazın, ha? Rəqəm yazmayın. Yo, ad yazın. Qədim, orta, yeni, ən yeni. Bəli, qədim dövr. Hansı dövr idi ki, kapitalizm sisteminin yaranması ilə başladı, 1-ci Dünya müharibəsinin başlaması ilə sona çatdı? Yeni dövr. Hansı deyimə görə söhbət nədən gedir? Niderlandlıları Allah yaradıb, Niderlandlılar yaradıb. Söhbət nəyin üstündən gedir? Bəli, polderlərin üstündən gedir. Polderlərin üstündən gedir. Paytaxtın köçürülməsi bir ərazidən başqa əraziyə siyasi xəritədə kəmiyyət yoxsa keyfiyyət dəyişikliyi? Dedik axı biz keçən səfər kəmiyyət dəyişikliyidir. Sahəsi böyük olan şəhərdən sahəsi kiçik olan şəhərə, sahəsi kiçik olan şəhərdən sahəsi böyük olan şəhərə köçürülürsə keyfiyyət yox, kəmiyyət. Yaxşı, dövlətlərin müxtəlif təşkilatlarla əməkdaşlıq etməsi. Polderlərin hesabına ərazinin genişləndirilməsi. Tamamilə doğrudur. Abxaziya, Osetiya qaynar nöqtələri hansı ölkə üçün səciyyəvidir? Düzgündür. 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 Deyin görək, Suriya, İraq, Türkiyəni birləşdirən qaynar nöqtə. Hansı problem? Kürd problemi. Kim deyər? Türkiyənin hansı şəhərində kürdlər, yerli kürdlər deyək də, orada məskunlaşırlar. Hansı şəhəridir, hansı ərazisidir? Şəhər deməyək, ərazi deyək. Super. Diyarbakır. Diyarbakır, düppədüz. Yaxşı. Hindistandan Polk boğazı vasitəsilə ayrılan adada hansı qaynar nöqtə? Hindistandan Polk boğazı və yaxud da Adəm körpüsü vasitəsilə ayrılan boğaz, ayrılan ada Şirlankadasıdır. Şirlankadası içində Tamil İlam. Bəs Azad Kəşmir Hindistanla hansı ölkə arasındadır uzun illər ərzində? Hələ ki davam eləyir. Basklar ölkəsi Kataloniya. İyakya. Hə, İspaniya yazmaq istəyib yəqin müəllimə. Düzdür. Dnestr boyu. Bəli, Moldov. Düzdür, Moldov. Yaxşı. Azərbaycanla Ermənistan arasında, Şimali Koreya ilə Cənubi Koreya arasında çəkilən xətt necə adlanır? Bəli, Demarkasiya. Düppədüzdür, Demarkasiyadır. Demarkasiya xəttidir.
Yoldaşlar bilirəm ha nə yazsınız. Elə belə biraz fikrimiz dağılsın deyə eləncə oxuyuram. Yaxşı deyin görək, bəs həmin Müəllim, ay müəllim, axı bizim artıq yəni belə deyim də, biz torpaqlarımızı almışıq. Bu delimitasiya hesab olunmur. Niyə demarkasiya deyil? ümumi deyirəm, müəllimə Çox mübahisəli əraziləri ayıran xəttdir. Tarixə tərəf köklənmirəm. Ümumidən deyirəm. Görürsüz o tərəfdən də stat gətirdim. Yəni Şimali Koreya ilə Cənubi Koreya arasında, Hindistanla Pakistan arasında, bizlə Ermənistan arasında onun o tarix hissəsi başqadır. Yəni mənim söhbət nədən gedəcəyimi siz çox gözəl bilirsiniz ki, mən nə demək istəyirəm. Aha. Anladım. Qonşu ölkələr arasında mübahisəli sərhədlər beynəlxalq qaydalara əsasən razılaşdırılması necə adlanır? Siz düz deyirsiniz. Delimitasiya. Amma delimitasiya olsa da onlar ona əməl eləmirlər. Görürsünüz, yenə atəşkəsi pozurlar. Atəşkəs olsa da, yəni o şeyi pozurlar da, belə deyə, atırlar o yüzden bu yüzden. Yaxşı. Müharibədə, heç bir müharibədə, münaqişədə iştirak etməmək öhdəliyi götürmüş ölkələr necə ölkələr adlanır? Bəli. Mərkəzi Asiyadan neytral dövlət. Türkmənistan və Özbəkistan. Amerika qitəsindən neytral ölkə. 2 dənə. Yox. Amerika qitəsindən 2 dənə neytral dövlət. Bəli. Panama və Costa Rica. Avropada neytral dövlətlər. 5 dənə. Bir mesajda, zəhmət olmasa, bir mesajda. Avstriya, İrlandiya, İsveç, Finlandiya. Yaxşı. OPEC regional təşkilatdır, yoxsa sahəvi? Bəli. Bəs İSESCO, UNESCO. İSESCO bilirsiniz də, İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatıdır. UNESCO da Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatdır. Bunlar regional təşkilatdır, yoxsa sahəvi? Yoldaşlar, deyirəm axı, İslam, təhsil, elm, mədəniyyət, təhsil, elm, mədəniyyət, hansısa bir sahətdir bu. Demək, sahəvi təşkilatdır, regional deyil. Qıdiyyət, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, regionaldır, sahəvidir. Regionaldır, tamamilə doğrudur. Keçmiş Patsovet məkanında yaradılan təşkilat hansıdır? Bəli, MDB. MDB-yə SSR-dən ayrılan hansı ölkə, bir ölkə adı yazın ki, MDB-yə üzv deyil. Məsələn, biri, ay sağ olun. Gürcüstandır, Ukraynadır, Latviya, Litva, Estoniyadır. Tamamilə doğrudur. NAFTA təşkilatına üzv olan 3 ölkə. NAFTA, Şimali Amerika Azad Ticarət Zonası. ABŞ-dır, Kanadadır, Meksikadır. Bəs ALADI təşkilatına üzv olan ən şimalda yerləşən ölkə hansıdır? ALADI təşkilatına üzv olan ən şimalda yerləşən ölkə.
Müəllim, üzr istəyirəm. Bu dərsdə vermişdiniz. Təşkilatlar keçmişik də biz. Nə vaxt keçmiş? Keçmişik ay müəllimə. Keçməmişik və yaxud da mən də sualları döşəmişəm burada. Keçmişik müəllim. Keçmişik. Hansı dərsdə keçmişik biz bunu? Atmışız, neyse. Oktyabr grubuna. Ondan qabaqki dərsdə. Yo, qarışdırdım onda. Tamam. Oktyabr grubuna keçmişik mənim. Yox, oktyabr qrupunu nə edirəm? Yanvar qrupunda burada keçməmişik. Vay. Keçmiş ya müəllim. Bunlardan mənə sual cavab vermişdiniz keçən dərs. Keçmişik. Doğrudan. Biz iqtisadidən 2 dərs keçmişik. Keçən dəfəki balaca bir dərs idi, bir də bu üçüncü dərs. Bunun Bəli, başqa yəni siyasi mövqe keçməmişik. Sadəcə olaraq mənim Yo, yo, yo. mənim Keçməmişik burada. keçməmişik burada. Bildim. Yaxşı, onda getdik. Dövlətin sahilindən 12 dəniz mili məsafədə qəbul edilən sular necə adlanır? Zona necə adlanır? Bəli, məhəlli sular adlanır. Tutaq ki, bu zonada hansısa bir kommunikasiya məqsədi üçün istifadə oluna bilər. Bu zonada olan təbii ehtiyat hansı dövlətə məxsus olur? Bəli, sahildəki dövlətin özünə məxsusdur. 200 mildən kənarda yerləşən hissə necə adlanır? Diqqətli olun. 200 mildən kənarda yerləşən hissə. Neytral zona və ya açıq dəniz. 200 milə qədər demirəm. 200 mildən kənarda yerləşən hissə. Ölkənin qonşu ölkələrə nəzərən mövqeyi necə adlanır? Ay, sağ olun. Bəs yerləşdiyi regiondakı mövqeyi? Regiondakı mövqeyi, dünyadakı yox, regiondakı. Mezo mövqe. Bütün dünyadakı mövqeyi, dünyaya nəzərən mövqeyi, makro mövqeyi adlanır. Əgər bir ölkənin dənizə çıxışı varsa, magistral yollar üzərində yerləşirsə, faydalı qazıntı yaxınlıqlarına yaxındırsa, bu ölkənin hansı coğrafi mövqeyinə aiddir? Fiziki deməyin, iqtisadi coğrafi mövqeyinə aiddir. Ölkənin materik, Azərbaycan Avrasiya materikində yerləşir, Dünya okeanına birbaşa çıxışı yoxdur, şimalında Böyük Qafqaz, cənubunda Talış dağlar, qərbində Kiçik Qafqaz, Kür-Araz ovalığı, bu bunun hansı mövqeyidir? Ölkənin siyasi arenadakı mövqeyi də siyasi coğrafi mövqeyidir, düzdür. Ölkənin, belə deyək, siyasi, geosiyasi rolunu təmin edən əsas amillər hansılardır? Ölkənin geosiyasi rolunu təmin edən əsas amillər. Bəli, iqtisadi güc, bura aiddir ümumdaxili məhsulun həcmi. Hərbi güc, bura aiddir hərbi büdcə, nüvə potensialı. Bir də təbii resursların həcmi. Bəs digər amillər? İkinci dərəcəli amillər. Bəs digər amillər? Siyasi təsir dairəsi, ölkə daxili sabitlik, münaqişələr, problemlər. Ölkəni müxtəlif hissələrə bölmək siyasəti necə adlanır?
Bəli, separatizm. Yadınızdadır, millətçilik separatizm var idi. Separatizmdir. Geosiyasət elminin əsas istiqamətlərindən biri hansı nəzəriyyədir? Aha, determinizm nəzəriyyəsidir. Güclü xarici dövlətin diktəsi ilə siyasət yürüdən müstəqillik formal xarakter daşıyan dövlətlər necə dövlətlər adlanır? Mötərizədə bir dənə də əlavə yazın, marionet və ya kukla dövlətlər, kukla dövlətlər də gedir. Yaxşı, kukla dövlətlər gedir. Bunu da yadda saxlamağınız vacibdir. İndi biz materik daxili, dəniz sahili, ada, yarımada bunlar keçməmişik. Ay müəllim, keçmişik də inzibati ərazi quruluşunda o dərsin içində hamısı var idi. Süper. Day Onda bir bir vərəq keçməyəcək ki dərs. Yeni Qvineya adasında hansı dövlətlər yerləşir? Yeni Qvineya adasında hansı dövlətlər yerləşir? Bəli. İndoneziya və Papua Yeni Qvineya. Papua Yeni Qvineyanın yerli əhalisi necə sayılır? Papuaslar. Papuaslar hər gün hansı vulkana baxıb gecə yatırlar? Hansı vulkanı görməsələr gözlərinə yuxu getməz? Yadınıza salın, demişik. Lamington. Bəs Maorilər hansı vulkansız həmişə xəyallarındadır o vulkan? Maorilər Yeni Zelandiyanın yerli əhalisidir. Yeni Zelandiyanın Bəli, Ruapehu. Aha. Magellan həlak olarkən hansı vulkanı görüb gözün yumub? Dırnaqarası da bunlar, yəni bilirsiniz də, mən ada və vulkan soruşuram. Ada və vulkanın adını yazacaqsınız. Apo vulkanı, bəs hansı ada? Mindanao adası. Tamamilə doğrudur. Azərbaycanın oyun uduzduğu Haiti ölkəsi Haiti adasında yerləşir. Haiti ilə hansı ölkədir? Haiti adasında. Dominikan. Newfoundland adası hansı ölkəyə aiddir? Hansı ada? Newfoundland adası. Newfoundland. Kanadaya aiddir, bəli. Odlu Torpaq adasında hansı iki ölkə yerləşir? Çili, Argentina. Yaxşı, Kalimantan adasında hansı üç ölkə yerləşir?
Kalimantan adasında İndonezya, Malayziya, Bruney yerləşir. Bruneydə bir dənə ölkə ilə həmsərhəddə, o da Malayziya ilə. Pasxa adası hansı ölkəyə aiddir? Özdə bilirik ki, divergent sərhəddir. Çiliyə aiddir, bəli. Hansı iki litosfer tabasının divergentində yaranıbdır? Naska və Sakit Okean. Bəs Galapagos adası hansı ölkəyə aiddir? Ekvadora aiddir. Galapagos adasında hansı canlı daha çoxdur? Belə deyə, bir dənə maraqlı sual. Nə adalar gedir? Galapagos adası. Tısbağa adası. Bəli. Galapagos adası hansı litosfer tavalarının divergenti? Kokos, Naska. Tamamilə doğrudur. Bəs Pasxa adasında biz daha çox nələrə rast gələ bilərik? Heykəllərə. Marajo adası hansı çayın mənsəbindədir? Məhbubə müəllimə, niyəsi orada var idi 9-cu sinif dərsliyində ki, orada nəsə eləyəndə onlar bir dənə heykəl tikirdilər orada. Belə bir cümlə keçir. Bəli, Marajo adası hansı çayın mənsəbindədir? Amazon çayının mənsəbindədir. Hansı ölkəyə aiddir? Bura yazın İlkanə müəllimə. WhatsApp-a yox. Aha. Braziliyaya aiddir. Braziliya. Yaxşı, həmkarlar. Bu ada İspaniyaya aiddir. Amma Aralıq dənizi iqlim tipində yerləşmir. Azor adası Portuqaliyaya aiddir, Vəfa müəllimə. Söhbət Kanar adasından gedir. İspaniyaya aid olsa da, İspaniya Aralıq dənizində yerləşir, iqlim tipində. Amma Kanar adaları Aralıq dənizi iqlim tipində yerləşmir. Yaxşı, deyin görək. Siciliya adası ilə Sardiniya adası hansı ölkə? İtaliyaya aiddir. Sardiniya ilə Korsikanı hansı boğaz ayırırdı, yadımdan çıxdı. Diqqətli olun, tələsməyin. Niyə tələsirsiniz? Bonifacio boğazı. Bəs Siciliya adasını İtaliyadan hansı boğaz ayırırdı? Ay, sağ olun. Messina. Bəs Siciliya adasını Afrikadan hansı boğaz ayırırdı? Tunis boğazı. Siciliya adasında hansı vulkan yerləşirdi? Etna vulkanı. Stratovulkan, qalxanvari vulkan. Hekla, Eyjafjallajökull, Bardarbunga vulkanları hansı adada yerləşir? Stratovulkanlar, qalxanvari vulkanlar.
Qalxanvari vulkanlardır, bəli. Bu vulkanları görməyə gedən şəxslər mütləq hansı milli parka səyahət eləyirlər? Mümkünsə, bütöv yazın da. Tingvedler Milli Parkına. Somal yarımadasının burnunda yerləşən ada, Yəmənə məxsus. Bəli, Sokotra adası. Yaxşı. Madagaskar adası ilə Afrikanın arasında Mozambik boğazının nisbətən üst hissəsində yerləşən ada. Qəmər və ya Komor adaları. Seyşel adası yox, Seyşel adası yox. Zənzibar adası hansı ölkəyə məxsusdur? Tanzaniya. Havay adaları hansı ölkəyə məxsusdur? Abuşa. Montampelo vulkanı hansı adada idi? Montampelo. Müəllimə sizə söz verəcəm. Bir də bunu yazsınlar. Montampelo vulkanı hansı adada idi? Martinique adasında. Şəhla müəllimə buyurun, eşidirəm. Üzrlü sayın. Mənim Seyşel adası dediz yoxdur. Varaq Seyşel adası. O da Mozambik boğazında yerləşir də, şimalında. Şimalında olar müəllimə. Mən şeyə odaqlanmışdım. O açı bir. O biraz açı yuxarıdadır. Qəmərdən yuxarıdadır. Tanzaniya aiddir də Seyşel, Zənzibar. Bəli, olar müəllimə, düz deyirsiniz. Olar. Düppədüz. Sonra gəldik hara? Buradan gəldik. Havay adalarında olan vulkanlar hansılardır? Mauna Loa, Mauna Kea, Kilauea. Meyillilikləri azdır, çoxdur. Azdır. Çünki necə lava axıdırlar? Əsası tərkiblidirlər, yoxsa tuş tərkibli, əsas tərkibli, bəli. Sıyıq lava axıdırlar ki, qatı olsa orada bərkiyib qalar, meyillilikləri çox olar. Sıyıq lava axıdırlar ona görə. Aydındır. Hind-Çin yarımadasında materik daxili ölkə. Ay, sağ olun. Afrikada anklav dövlətlər. Dedim axı Eswatininin sərhəddi var. O getdi. Lesotonu əsas götürün. Çexiyanın sağ qonşusu. Çexiyanın sağda qonşusu, şərqdə qonşusu. Çexiyanın sağ qonşusu. Diqqətlə yazın, xahiş edirəm. Çexiyanın sağ qonşusu. Slovakiya. Slovakiyada olar, nə bilim, Polşada olar. Amma Çexiyanın parası Slovakiyadır. Yaxşı.
Reyn çayının mənsəbi olan ölkə hansıdır? Müəllim, siz Çexiyanın sağında biz tərəfdən xəritəyə baxanda sol tərəf edir, amma Çexiyanın özünün sağında Almaniya yerləşir axı. Müəllimə Çexiyanın sağında. Biz xəritəyə baxanda deyirik Çexiyanın sağı. Şərqində, şərqi deyim də mən, hə belə deyim, şərqi. Tamam. Sağı, yəni biz ümumiyyətlə xəritəyə baxanda sağ tərəf bizim şərqimiz. Nətər sağında Almaniya yerləşə bilər? Mən özümü Çexiyanın yerinə qoymuşam, müəllim, ona görə sağ tərəfimdə Almaniya. Ya. Mən nə sual verdim? Bir dənə sualı zəhmət olmasa xatırladın da. Reyn çayının mənsəbi dediniz. Reyn çayının mənsəbi. Cəmi 4 nəfər. Reyn çayının mənsəbi yadda saxlayın, Niderlanddır. Belə bir sual. Dunay çayı çox ölkədən keçir. Hansı iki inkişaf etmiş ölkədən keçir? 10 ölkədir, bəli, Şahnaz müəllimə. Biraz sözləri tələsmədən yazın. Mən tam tuta bilmirəm axı nə yazıbsınız. Mənim telefonumun knopkaları elədi ki, özü sürüşür gedir. Almaniya ilə Avstriyadır. Mənim də telefonum yəni ən axırıncı modeldir. Ona görə biraz Heç yazır. olmaz. Avstriya ilə Almaniyadır. İsveç'i görmür. İsveç hardasan, buradasan. İsveçrəni də görmür. Avstriya, Almaniya. Bəs Dunay çayının mənsəbi hansı ölkə? Ancaq ölkələrlə işləyirik də ona görə. Rumıniya, düppədüz. Amudərya çayının keçdiyi 4 ölkə qısa formada. Hə, baş hərflərlə. Ay, nə gözəl. Ay, nə gözəl. TT başqa da, TT olmaz. Öcə burada onun əvəzinə o yazdıqsa getdi başqa yerə. TT, Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanistan, Qırğızstanı qatmayın bura Lamiyə müəllimə. Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanistan. Sırdaryada Qıq, Qırğızistan, Özbəkistan, Qazaxıstan. Fərat çayı, Dəclə Fərat çaylarının mənsəbi hansı ölkə? Aha. İraq. İran yox, İraq. Yaxşı. Ümumiyyətlə Fərat çayı hansı üç ölkədən keçir? Hardan başlayır, hardan keçir? Elnarə Əsədova, əhsən. Türkiyə, Suriya, İraq. Volqanın qolu, Volqa deyirəm, obun qolu Qara Irtış öz mənbəyini hansı ölkədən götürür? Aha. Bəs Irtış öz mənbəyini hansı göldən götürür? Yox, qoy mən deyim. Qara Irtış Çindən başlayır, okey. Bəs Irtış özü öz mənbəyini hardan götürür? Hansı göldən özdə? Yox. Balxaşdan götürsə Balxaş axarlı olar axı. Bu nə yanaşmadı yoldaşlar? Diqqətli olun. Qazaxıstan ərazisində Zaysan gölündən. Yox, Zaysan idi. Bir dəqiqə, nə idi o gölün adı, Allah? Hədə Zaysan idi də, səhv eləmirəmsə. Bəli. Balxaş olmaz, Balxaş düz şey deyil. Balxaşdan götürmür. Ob çayı. Aha. Ob çayı. Birinci dərəcəli qolu Irtışdır. Bəs ikinci dərəcəli qolu?
İşin və Tobol çayları. Bəs Yenisey'in qolu Ankara və Tunguska. Aha, onda mənə deyin görək. Onega'dan Ağdənizə çəkilən kanal. Aha, ay maşallah, yox bildilər. Belamor kanalı. Bəs Rubinsk su anbarından Ladoga gölünə çəkilən kanal. Rubinsk su vay da vay. Rubinsk su anbarından Ladoga gölünə çəkilən kanal. Demişik Azərbaycanın daxili sularında. Yox, atmayın da, bax səhvdir. Söhbət Volga-Baltik kanalından gedir. Volga-Baltik, Don yox. Volga-Don yox. Volga-Baltik. Volga-Baltik kanalı, bax, buradan çıxdıq Volga çayı, Rubinsk su anbarı, Volga-Baltik kanalı, Ladoga gölü. Ladoga gölündən hansı çay vasitəsilə Baltik dənizinə daxil olduq? Aha, sonra görək elə hansı düz Nevadır, yoxsa Sivirdir. Çoxluq. Bəli, Neva. Neva çayı, Neva. Bəs Onega'dan Ladoga'ya çəkilən hansıdır? Sivir çayıdır. Sivir çayı. İtaçka gölündən başlayan çay hansıydı, yadımdan çıxdı. Qəşəng. Yaxşı, bunu burada dayandırdıq, keçdik başqa bölməyə. Sual cavabımızı eləyirik, hər dəfə də qayıdırıq da sual cavaba. Deyin görək, Respublikamızda hansı iki vilayət yarım vilayətə bölünmür? Yox, müəllim, oradan. Oradan. Bəli, Lənkəran və Naxçıvan yarım vilayətlərə bölünmür. Onda mənə deyin görək, Respublikamızda Böyük Qafqaz vilayətində hansı fiziki coğrafi rayon digərlərinin hamısı ilə həmsərhəddir? Aha. Tamamilə doğrudur. Qonaqçan. Hansı daha seysmikdir? Aha. Hansının ərazisində neft yataqları var? Bir mesajda yazsınız, nə gözəl olar. Samur Dəvəçidə, bir də Qobustan Abşeronda. Yaxşı, buradan da keçdik həmən. Azərbaycanda arid denudasyon relyef formalarının hakim olduğu iç ərazi. Bir mesajla xahiş eləyirəm. Bəli. Diqqətli olun. Bir dənə çox diqqət edin, bir dənə sual verirəm. Kürün eroziya bazisi bunu dəfələrlə izahım vermişəm ki, mənsəbi yox. Ay, sağ olun Gülnar müəllimə. Xəzərin səviyyəsi. Amma Kürün mənsəbi Xəzər. Yaxşı, Kürün ən böyük
Sol birinci dərəcəli qolu. Kürün ən böyük sol qolu. Sol qolu, sol. Sağ arazda sol qolu soruşuram. Niyə tələsiz? Qanıq. Qanıq tərəfdən daxil olanda kürün ikinci dərəcəli qolu. Əyri çay. Bəs əyri çay baxımından kürün üçüncü dərəcəli qolu? Şin, tamamilə düzdür. Yaxşı, sağ tərəfdən kürün ən böyük birinci dərəcəli qolu? İkinci dərəcəli qolu? Tərtər yox, tərtər niyə ki? Tərtər kürə tökülən birinci dərəcəli qoldur. İkinci dərəcəli qol artıq siz şeyi axtarmalısınız. Nədir bu? Araza tökülən. Naxçıvan. Naxçıvan çay da düzdür, Köndələn çay da düzdür, Həkər çay da düzdür, okey. Onda üçüncü dərəcəli qolu. Şəlvə, Xocasu, Bərküşat çay. Tamamilə doğrudur. Tərtər çayının keçdiyi 4 inzibati rayon. Mənbə mənsəbə doğru düzgün ardıcıllıqla. Bir mesajda yazında Tərtər Samuxu görmür müəllimə. Samux hardadır? Vəfa müəllimə. Aferin. Şəhla müəllimə düzdür. Mənsəb Bərdədir. Arranın anası. Bilirəm, mənim tələsdim yazdım yerlərini. Bilirəm, Bərdə mənsəbdir. Ağdərədir. Tərtərdir. Bərdədir. Düppədüz. Laçın Qubadlı Zəngilan ərazisindən axan çaylar. Aysa. Həkəri çayı üzərində Laçın rayonu ərazisində hansı su anbarı demişdik. Ay sağ olun. Yazın yoldaşlar. Baxmayın yazıblar, yazın. Güləbrid. Yadınızdadır, bir dəfə mən 2+1 dedim, biri dedi 3+2. Qarabağ silsiləsindən başlayan 2+1. Hansı çaylar idi? 2 kürə, 1 araza ona görə. Qarabağ silsiləsindən başlayan çaylar. Vulkanik yayladan yox, silsilədən. Həkəri yox, Həkəri vulkanik yayladan başlayır. Bir mesajda 3 çay adı yazın görək. Tuta bilmirəm, çünki mən tam başa düşmürəm axı nə yazırsınız. Xaçın çay, Qarqar çay, Köndələn çay. Всё. XQ2, düppədüz. Şahnaz müəllimənin day əlazı qalmayıb qısa yazır. Düppədüz. Xaçın çay, Qarqar çay, Köndələn çay. Xaçın çay ilə Qarqar çay tökülür. Araza, Köndələn çay tökülür kürək. Ya necə? Dəqiqləşdirin görək. Xaçın çay ilə Qarqar çay. Bəli, tökülür kürə, Köndələn çay tökülür araza. Naxçıvanın ən selli çayı. Kitab cümləsi. Ordubad çay. Azərbaycan daxilində formalaşan ən uzun çay Şahnəzar dağından başlayır. Bir saat çay. Hacıqabul rayonu ərazisində üzərində su anbarı var. Eyni adlı su anbarı, bir saat su anbarı. Yaxşı. Son olaraq deyin görək. Kür çayı üzərində olan su anbarları qərbidən şərqə doğru. Qərbidən şərqə doğru ardıcıllıqla. Bir mesajda xahiş eləyirəm. Sərsəng yox, Şükfə müəllimə. Sərsəng yox. Şəmkir, Yenikənd, Mingəçevir, Varvara. Xudafərin Qızqal asansız çayın üzərində idi.
Araz çayı üzərində idi. Ceyranbatan su anbarını su ilə təmin edir. Nə? Samir Abşeron kanalı tamamilə doğrudur. Belə həmkarlar. Dərsimizi sual-cavab elədik, təkrarımıza qayıtdıq. Təşəkkür eləyirəm.